Biz xanımların hər gün özümüzə verdiyi sual: bu gün nə bişirsək? Mən də bunu fikirləşib gətirdim kartof döşəməli, toyuqlu, noxudlu aş hazırladım. Düyünü artıq süzmüşəm, tavaya yağ gəzdirirəm, kartofları halqa-halqa doğramışam, duz, isyoz, sarkök vurub tavaya düzürəm. Kartofların üzərinə isə düyünü gəzdirirəm. Düyünü süzməmişdən öncə buzxanada noxudum var idi, noxud da əlavə etmişəm. Noxudlu aşı bizim evdə çox sevilir. Kartofun üzərinə biraz düyü tökəndən sonra düyünün üzərinə isə öncədən qaynatdığım, didələdiyim toyuq ətini əlavə edirəm. 2 ovuc belə toyuq əti əlavə edəndən sonra toyuq ətinə sarkök əlavə edirəm. Qaynadanda duz vurmuşdum və yenə düyünü də əlavə edib yenə üzərindən toyuq ətini gəzdirirəm. Bu qat-baqatın arasına yağ gəzdirə bilərsiniz və ya mənim kimi sonradan üzərinə qoya bilərsiniz. Bu arada kişmiş aşa çox vaxt kişmiş vurmuram. Kişmişi üzərinə çox vaxt düzürəm. Çünki evdə oğlum xoşlamır deyənə mənə belə daha rahatdır. Artıq aşımız hazırdır. Qoyuruq dəmasın. Və budur, süfrəmizə kartof döşəməli aş gəlir. Aşım artıq hazırdır. Görün kartoflar necə gözəl qızarıbdır. Aşın da yanında olmazsa olmazı pomidor turşusu mütləqdir. Burada da dadına baxıram. Çox dadlı çıxıbdır. Sizlər də hazırlayın. Hamınıza nuş olsun. Hələlik.